Salam bir daha. İndi isə Azərbaycan Respublikasının iqtisadi rayonları 3-cü hissəyə baxırıq. Əvvəlcə bayaqkı videoda nəzərdən qaçan yerlərə baxaq. Deməli, Kəlbəcərdə qeyd etmək lazımdır ki, Kəlbəcər 1, Çıraq 1, Çıraq 2 su elektrik stansiyaları var. Həmçinin Laçında Güləbirt su elektrik stansiyası var. Bundan başqa Cəbrayılda Xudafərin, Qızqalası su elektrik stansiyaları, həmçinin Cəbrayılda sənaye parkı yaradılıb. O da Araz Vadisi İqtisadi Zonası sənaye parkıdır. Bunları qeyd etmək lazım idi. Həmçinin bu ərazidə kürdlər yaşayır. Daha sonra Zəngilanda hava limanının olmasını da qeyd etmək lazımdır. İndi isə başlayaq Kür Arazda yerləşənlərə. Məsələn, Mərkəzi Arandan başlayaq. Mərkəzi Aran iqtisadi coğrafi rayonuna daxildir. Yevlax, Ağdaş, Göyçay, Ucar, Zərdab və Kürdəmir rayonları, Mingəçevir şəhəri. Biz qeyd etmişdik ki, Mingəçevir şəhəri Azərbaycanda hər hansı bir inzibati rayonun mərkəzi deyil. O, birbaşa respublikanın özünə tabedir, respublika əhəmiyyətlidir. Həmçinin burada Mingəçevirdən başqa Yevlax da respublika əhəmiyyətli şəhərlər sırasındaydı. Deməli, bu iqtisadi rayonda da şəhər sayı rayon sayından daha çoxdur. Çünki burada Yevlax, Ağdaş, Göyçay, Ucar, Zərdab, Kürdəmir. Deməli 6 rayon var. 3 burada, 3 burada. 6 rayon var, amma deməli Mingəçevirlə bir yerdə artıq burada 7 şəhər var. Respublika əhəmiyyətli şəhərlərdə Mingəçevir və Yevlaxdır. Mingəçevir, Yevlax eyni zamanda sənaye qovşağıdır. Həmçinin Yevlax Azərbaycanda əsas nəqliyyat qovşağıdır. Yəni bir sıra nəqliyyat yolları buradan keçir. Azərbaycanda 4 əsas nəqliyyat qovşağı var. Biri Bakı, digəri Şirvandır, Yevlaxdır, bir də Gəncə şəhərləridir. Daha sonra burada əsas qeyd etmək lazımdır ki, deməli kənd təsərrüfatında pambıqçılığı qeyd etmək olar. Taxılçılıq, pambıqçılıq, daha sonra qoyunçuluq, xüsusilə bura düzən əraziləri daha çoxdur. Burada deməli biz deyə bilərik qış otlaqlarını. Daha sonra bura arid, yəni quraq ərazi olduğuna görə burada quru subtropik meyvəçiliyi qeyd etmək olar. Daha sonra biz burada üzümçülüyü də qeyd edə bilərik. Keçək sənayesinə. Burada sənaye sahələrində nə var? Birincisi Mingəçevir Azərbaycanın, bilirsiniz ki, Mingəçevir energetika mərkəzidir və Mingəçevirdə sənaye parkı var. Həmin o Mingəçevir sənaye parkında təbii ki, elə energetika avadanlıqları istehsal olunur. Həmçinin Mingəçevirdə pambıq təmizləmə müəssisələri var və pambıq parça istehsal edən müəssisələr mövcuddur. Daha sonra Yevlaxda isə yun parça, Yevlaxda isə yun parça, deməli, yun parçanın ilkin emalı həyata keçirilir. Daha sonra enerjisini hardan alır? Təbii ki, Mingəçevirdən elə, yəni Mingəçevir su elektrik stansiyası, Mingəçevirdə həm də Azərbaycan DRES var. Biz Bakını keçəndə Bakıda Şimal DRES-in adını çəkmişdik. İndi isə Mərkəzi Aranda deyirik, Mingəçevirdə deməli Azərbaycan DRES var. DRES nədir? Yəni Dövlət Rayon Elektrik Stansiyası. Dövlət Rayon Elektrik Stansiyası deməkdir. Daha sonra bura nə deyə bilərik? Hə, Varvara var Yevlaxda. Varvara su elektrik stansiyasının enerjisindən də istifadə olunur. Düzdür, xarici ölkələrə çıxışı yoxdur heç bir rayonun, amma və dənizə çıxışı yoxdur. Amma çox əhəmiyyətli yerdə yerləşir. Yəni bir növ Azərbaycanın ortasındadır və qərbə doğru gedən, yəni bizim bu Gürcüstana gedən neft-qaz kəmərlərimizdir. Bakı-Tbilisi-Qars dəmir yoludur. Yəni əsas həmin yollar bu iqtisadi rayonun ərazisindən keçir. Faydalı qazıntılarından isə tikinti materiallarını deyə bilərik. Bir də Kürdəmirdə biz Azərbaycanın faydalı qazıntılarını keçəndə qeyd etmişdik ki, Kürdəmirdə Mollakənd Mezozoy yaşlı neft yatağı var idi. Hətta demişdim ki, Kürdəmir çox isti olur. Orada adamlar istən ölür və molla lazım olur belə. Molla çoxdur. Ona görə də Molla kəndi belə yada saxlayırdıq ki, Kürdəmirdə idi. Daha sonra yüngül sənayesini dedik, yeyinti sənayesini də qeyd etdik. Bu qədər. İndi keçək deməli Milmuğana. Milmuğan iqtisadi rayona daxildir. Beyləqan, İmişli, Saatlı, Sabirabad rayonları. Burdan Beyləqan və İmişlinin İranla sərhədi mövcuddur. Yəni İranla həmsərhəddir, amma Saatlı, Sabirabad isə nə dənizə çıxmır, nə də xarici ölkəyə çıxışı yoxdur. Və biz burada qeyd etmişdik ki, Araz çayının solunda yerləşir Beyləqan, Arazın hər iki sahilində yerləşir İmişli, Saatlı, Sabirabad. Buranın o qədər də faydalı qazıntı bir adı çəkmirik burada. Əsas tikinti materialları deyirik, qum, çınqıl belə şeylərdir və əsas Muradxanlı Mezozoy yaşlı neft yatağıda deyirdi ki, Murad İmişlidəymiş. Deməli, Muradxanlı İmişlidə neft yatağı var. Bundan başqa
Burada nəyi qeyd etmək olar? Deməli, kənd təsərrüfatını əsas qeyd etmək olar. Burada pambıqçılıq, şəkər çuğunduru. Aha, əsas şəkər çuğundurunu qeyd etmək olar. Onları emalını həyata keçirən burada müəssisələr var. Məsələn, İmişlidə bu şəkər çuğundurundan şəkər istehsal eləyən müəssisə yaradılıb. Hansı ki, Azərbaycan əvvəl şəkəri idxal eləyirdi, yəni alırdı. İndi isə həmin o İmişlidəki şəkər fabrikinə görə şəkər istehsalının həmin şəkəri artıq ixrac eləyir, yəni satır. Daha sonra həmçinin burada balıq yetişdirmə zavodları var. Daha sonra nəyə qeyd eləyə bilər? Əsas yollar üzərində, yollar üzərindən burada hansı yollar var? Deməli, burada Hacıqabul, deməli, bir də Hacıqabuldan Füzulinin Horadiz şəhərinə gələn yol burdan keçir. Dəmir və avtomobil yolu. Hacıqabul, Horadiz burdan keçir. Daha sonra qeyd etmək olar Yevlax, Ağcabədi, Bəhrəmtəpə avtomobil yolu. Yevlax, Ağcabədi, Bəhrəmtəpə də ardıcıl aralıqdadır. Deməli, Yevlax, Ağcabədi, Behramtəpə avtomobil yolunu qeyd eləmək olar. Sonra Behramtəpə Biləsuvar avtomobil yolunu qeyd eləyə bilərik burada. Daha sonra deməli, burada qeyd eləyə bilərik ki, İmişlidə olan Bəhramtəpə su qovşağından Baş və Əzbəyov kanalları gəlirdi. Baş Muğan düzünü elə İmişli, Saatlı, Sabirabadı, Əzbəyov kanalı isə Biləsuvar, Cəlilabad, Masallıya tərəf gələn kanal idi. Bunları qeyd eləyə bilərik. Təsərrüfatını dedik, daha sonra sənayesindən də danışdıq. Belə. Daha sonra keçək Şirvan Səlyan rayonuna. Şirvan Səlyan iqtisadi rayonuna daxildir. Hacıqabul, Səlyan, Biləsuvar və Neftçala rayonları. Burdan Biləsuvar İranla sərhədi var. Həmçinin Biləsuvarda sərhəd gömrük keçid məntəqəsi də var idi. Daha sonra Şirvan şəhəri var. Şirvan şəhəri Hacıqabul və Səlyan rayonları arasında yerləşən şəhərdir və respublika əhəmiyyətli şəhərdir. Həmçinin Şirvanı qeyd etməliyik ki, nəqliyyat qovşağıdır. Daha sonra Neftçalada deməli bu Banka qəsəbəsində burada balıqçılıqla məşğul olunur, belə deyək. Daha sonra deməli, bu Şirvan Səlyan iqtisadi rayonu şimal, cənub və şərq-qərb nəqliyyat dəhlizi üzərində yerləşir. Bu da onun iqtisadi mövqeyinə müsbət təsir edir. Daha sonra faydalı qazıntılardan burada nə var? Təbii ki, burada Neftçalada neft qazdır. Daha sonra Neftçala Səlyan ərazisində yodlu, bromlu sulardır. Xüsusilə burada Babazənən, Mişovdağ suları vardı. Yodlu, bromlu sulardır. Daha sonra burada qeyd etmək olar, Banka qəsəbəsində dediyi balıqçılığı, tikinti materialları var, təbii ki. Burada elektroenergetika, daha sonra elektroenergetikada nəyi deyə bilərik? Məsələn, Şirvanda Cənub DRES var. İndi biz burada deyə bilərik ki, Bakıda demişdik, nə idi Bakıdakı DRES? Şimal DRES-idir, düzdür? Mingəçevirdə Azərbaycan DRES-idir, Şirvanda isə Cənub DRES-inin adını çəkirik. Daha sonra qeyd elədik ki, Cənub DRES-dən təsis olunur. Bunu da qeyd etdik. Kənd təsərrüfatında nə var? Təbii ki, pambıqdır, quru subtropik meyvəçilikdir, sonra kartofdur, şəkər çuğundurudur. Bunları qeyd etdik. Ərazisi tamamilə demək olar ki, düzən ərazidən ibarətdir. Ona görə də burada əsas qış otlaqlarıdır. Daha sonra taxılçılıq, üzümçülük burada insanlar məşğul olur. Həmçinin pambıq təmizləmə də mövcuddur. Daha sonra həmçinin burada Şirvan Səlyan ərazi istehsal kompleksi də var. Daha sonra keçək Lənkəran Astaraya. Deməli, Lənkəran, biraz aşağı verək. Lənkəran Astara iqtisadi rayonuna daxildir. Cəlilabad Yardımlı, Lerik Astara, Lənkəran və Masallı rayonları. Deməli, burada Cəlilabad Yardımlı, Lerik Astara İranla sərhəddədir. Masallı, Lənkəran, Astaranın isə dənizə çıxışı var və qeyd eləmək lazımdır ki, Lənkəranda liman şəhəri də var idi. Bu o deməkdir ki, burada da şəhər sayı rayon sayından daha çoxdur. Həmçinin Lənkəran respublika əhəmiyyətli şəhərlərdən biri idi. 12 dənə respublika əhəmiyyətli şəhər vardı. Onlardan da biri Lənkərandır. Burada əsas nəyi qeyd edə bilərik? Burada yağıntı, rütubət boldur. Çayçılıq burada qeyd etmək lazımdır. Daha sonra tütünçülükdür. Meyvə-tərəvəz konserv müəssisələri var. Məsələn, Masallı və Lənkəranda meyvə-tərəvəz konserv zavodları var. Cəlilabadda isə tarixən ümumiyyətlə bura üzümçülük ərazisi olub və Cəlilabadda şərab zavodu var. Daha sonra dağlıq ərazilərdə əsasən qoyunçuluq, yəni heyvandarlıqla məşğul olunur. Həmçinin əkinçilik də mövcuddur. Əsas da burada üzümçülükdür, kartofçuluqdur, taxıl əkinləridir, çayçılıq əsas məsələ qeyd etmək lazımdır.
Deməli, bu ərazidə həm də qeyd etmək lazımdır ki, deməli, mineral bulaqların çox olması, məsələn, biz burada qeyd etmişdik, Aşağı Ağçörpü, Meşə su, Lənkəranda, daha sonra Masallıda da Ərkivan, İsti su mineral bulaqlarının adını qeyd eləmişdik. Həmçinin burada Qotur su, belə mineral bulaqlar da var idi. Bu da müalicə turizm inkişafına imkan verir burada. Daha sonra ən əsas məsələlərdən biri enerji ilə təminatda Astara və Leriş rayonlarında modul tipli istilik elektrik stansiyaları var. Onları mütləq qeyd etmək lazımdır. Astara və Lerikdə modul tipli istilik elektrik stansiyaları. Daha sonra burada həmçinin balıqçılıqla da insanlar məşğul olur. Əhalinin təbii artımı burada çox yüksəkdir. Daha sonra sitrus meyvəçiliyi əsas qeyd etmək lazımdır. Çayçılıq, çəltikçilik, balıqçılıqda dedik. Sitrus meyvələri, sarı torpaqları var, sarı meyvələr var belə deyək. Daha sonra həmçinin burada Lənkəranda, Astarada, daha sonra Leriş və Masalda xeyli sayda talışlar yaşayır. Həm də biz əvvəldən bunu qeyd edirik ki, dedik talışlar burada fars dil qrupuna aiddir, həm də taciklərlə bir götürürdük, tacik əfqanlarla birlikdə götürürdük onları. Daha sonra əhalinin də sıx məskunlaşdığı ərazilərdən biridir. Daha sonra keçirik Naxçıvana. Naxçıvan deməli Sədərək, Şərur, Kəngərli, Babəy, Culfa, Ordubad və Şahbuz inzibati rayonları daxildir. Şahbuz yalnız Ermənistanla, Sədərək, Şərur, Kəngərli, Babəy, Culfa, Ordubad isə həm Ermənistan, həm İranla sərhəddə yerləşir və Sədərək 3 ölkə ilə sərhəddə yerləşən yeganə rayonumuzdur. Ermənistan, İran və Türkiyə ilə sərhədə malikdir və Azərbaycanın ən kiçik rayonu da elə Sədərək rayonudur. Və burada biz qeyd eləmişdik Kəngərli ilə Sədərəyin mərkəzi qəsəbə idi. Sədərəkdə Heydərabad, Kəngərlidə isə Qıvraq qəsəbələri idi. Daha sonra burada qeyd eləmək olar, bir sıra faydalı qazıntılarla zəngindir. Xüsusilə burada demək lazımdır nəyi? Mineral suları. Məsələn, Babəkdə Vayxırdır, Sirabdır, ümumiyyətlə burada Darı dağıdır, Culfada. Həmçinin daş-duz yataqlarını burada, daş-duz mədənləri belə deyək, demək olar. Məsələn, Duz dağıdır, Nehrəmdir. Bu ərazilər həmçinin asma bronxit, bu nəfəs yolları xəstəliklərinin müalicəsində çox əhəmiyyətlidir belə deyək. Rekreasiya əhəmiyyəti də var bunların. Daha sonra qeyd eləmək lazımdır, Ordubadda Paraqaçay, Diyaqçay, molibden yataqlarını, Şərurda Gümüşlü polimetal yatağını qeyd eləyə bilərik. Sonra Kəngərlidə var idi, deməli Şahtaxtı, Travertin yatağı. Bu mineral ehtiyatlarını qeyd eləyə bilərik. Daha sonra burada həmçinin nəyi qeyd eləmək olar? Həm Araz bölgəcənlikləri var, həm də burada Zəngəzur və Dərəliyəz dağları var. Yay otlaqları, qış otlaqları qoyunçuluğun inkişafına imkan verir. Daha sonra iqtisadi coğrafi ümumiyyətlə mövqeyinə görə həm yaxşı tərəfi var, pis tərəfi var. Yaxşı tərəfi odur ki, Türkiyə və İranla sərhəddədir. Pis tərəfi odur ki, Azərbaycandan yəni kənarda qalıb, belə deyək. Daha sonra, yəni Azərbaycan əsas hissəsindən aralıda yerləşir. Daha sonra deyə bilərik, bu Zəngəzur dəhlizi açılsa, Zəngəzur dəhlizinin açılması daha da nəqliyyat əlaqələrimizi inkişaf etdirəcək. Deməli, bu da Naxçıvan haqqında əsas məlumatlar idi. Beləliklə biz Azərbaycanın 14 iqtisadi coğrafi rayonunu bitirmiş olduq. Burada həm də nəyi qeyd eləmək olar? Deməli, təsərrüfatını dedik, sənayesini dedik, əhalisini də dedik. Əhalisi əsasən yeç cinsdir buranın da. Daha sonra bu Mil Muğandır, Şirvan Səlyan, Mərkəzi Aran, bunlarda da yeç cinsi, Dağlıq Şirvan, ümumiyyətlə mərkəz hissədə olan yerlərdə adətən əhali yeç cins olur. Yəni milli etnik burada azlıqlar o qədər demək olar ki, yoxdur, amma məsələn Quba Xaçmazda, Şəki-Zaqatalada, daha sonra Bakıda daha etnik tərkib mürəkkəbdir.